İran-İsrail müharibəsi niyə başladı? İranın uranı zənginləşdirməsi və nüvə silahına yaxınlaşması İsraili qorxuya salmışdı. İsrail uzun müddətdir İranın nüvə proqramını birbaşa təhlükə hesab edirdi. Bu çərçivədə hərbi zərbələr həm də İranın nüvə imkanlarını məhv etməyə yönəlmişdi. Zənginləşdirilmiş uran nədir və niyə təhlükəlidir? Zənginləşdirilmiş uran, uranın içindəki radioaktiv izotopların miqdarının artırılması deməkdir. Atom elektrik stansiyaları üçün 3-5% zənginləşmə kifayət edir. Silah istehsalı üçünsə bu rəqəm 90%-ə qədər çatmalıdır. İran uranı əvvəlcə 20%, sonra isə 60%-ə qədər zənginləşdirdi. Bu da artıq nüvə silahı istehsalına bir addım deməkdir. İsrail bu prosesi ölkəsinə və regiona birbaşa təhlükə hesab edirdi. İsrail rəhbərliyi həm BMT tribunlarında, həm də regional səviyyədə xəbərdarlıqlar edirdi ki, zərurət olarsa, tək başına hərbi tədbirə əl atacaq. İran-İsrail müharibəsi sadəcə bir ərazi və ya ideoloji qarşıdurma deyil, nüvə silahı təhlükəsi ilə bağlı preventiv strateji müharibədir. İsrail İranın nüvə silahına sahib olmasını öz mövcudluğuna təhdid saydığı üçün bu qarşıdurma qaçınılmaz oldu.